Salam hörmətli izləyicilər. Bugün sizlərlə master nömrə 1 məntiq kitabından fiqur ədəd əlaqələrinin 100-dən sonraki testlərin izahını paylaşacağım. Əgər videonu bəyənəcəksinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi yorumlarda yazmağı unutmayın. Gəlin 101-ci sualdan başlayaq. 101-ci sualda biz demişik ki, fiqur ədəd əlaqələrində eyni fiqurdan fərqli fiqur almalıyıq. Eyni fiqur burada, məsələn, bu ikisi də eynidir. Amma bu fərqlidir. Çünki yarının içində verib. Aha, bunu necə ala bilərik? 16 4-dən 8-i necə ala bilərik? 16-nı 4-ə vuraram, eləyər 64. 64 8-in kvadratıdır. 2-ni 8-ə vuraram 16, 4-ün kvadratıdır. Yəni, yuxarıdakını bir-birinə vururuq, aşağıdakının kvadratına bərabərdir. 72-ni 2-yə vuranda 144 eləyir. 144 də 12-nin kvadratıdır. 102-ci sual. Bu suala baxsaq, görərik ki, 8-i 6-ya vuranda 48 eləyir. 7-ni 6-ya vuranda 42 eləyir. Amma bura tərsin yazıb. 42-nin tərsi 24-dür. 48-in tərsi 84-dür. Demək, biz indi K-nı tapa bilərik. 6-nı 9-a vurmalıyıq, tərs çevirməliyik. 6 dəfə 9-un 54 eləyir. 54-ün də tərsi 45-dir. Demək, K 45-dir. Sonra M-i tapaq. Biz dedik ki, bura tərs qiymət yazılır. Onda bu 108 olmalıdır. 801-in tərsi. 6-nı da nəyə vursam 108 eləyər? 18-ə. Demək ki, M 18-dir. Aha, bunu da tapdıq. Bir dənə qaldı bizdə L-i tapmaq. L-i də necə tapırıq? Fikir versək, 51 hara birləşib? 6 ilə 9-a. 6 ilə 9-u toplayanda 15 eləyir. 15-in tərsi 51. Daha sonra 6 ilə 6-nı toplayanda 12 eləyir. 12-nin tərsi 21. İndi L-i tapaq. L nədir? 6 ilə 7-nin cəmi. 6 ilə 7-ni toplayanda 13 eləyir. 13-ün də tərsi 31. Demək ki, hamısını tapdıq. İndi K-nı 45 tapmışıq. L-i 31 tapmışıq. Və M-i də 18. O da A variantı. 103-cü suala baxaq. 103-cü sualı görsək ki, burada bunlar qara rəngdə verib. Bunlar isə ağ rəngdədir. Bu o deməkdir ki, bunlarla ayrı işləyirsən, qaralarla ayrı işləyirsən. O da nə deməkdir? Biz ağ rəngdə olanları toplasaq, 4, 7, 6 və 7. Eləyəcək 24. Daha sonra 6-nı 4-ə vursaq, yəni qara rəngdə olanlar. O da eləyəcək 24. Yəni, kənardakıları toplayıram, bərabər eləyirəm ortadakı qaranlığın hasilinə. İndi kənardakı toplayaq. 10, 4, üstə gəl 2, üstə gəl sual, bərabərdir 6 vur 4-ə, yəni 24-ə. İndi sual işarəsi burada 8 olmalıdır ki, 24-ə bərabər olsun. Yəni, C variantı. 104-cü sual. Bu sualda fikir versək ki, bunlar cavabdır. 75, 350, 750. Bunu bir-birinə vursaq, 1 vur 3, eləyir 3. 3-ü nəyə vursam 75 eləyər? 25-ə. Aha, görə indi hamısında ödəyirmi? 2-ni 7, 14, 14-ü də 25-ə vuranda 350 eləyir. Aha, bu 25-dir. 25-i 30-a vuranda 750 eləyir. Demək ki, günəş işarəsi 25-ə bərabərdir. 105-ci suala baxaq. 105-ci sual piramida tiplidir. Aşağıdakı 2 dənədən yuxarıdakını almalıyıq. 8 ilə 1-dən 9-u necə alırıq? 8 ilə 1-in cəmi. 2 ilə 6-dan necə alırıq? 2 ilə 6-nın cəmi. Və hamısında da ödəyir. Fikir verirsinizsə ödəyəcək. Onda demək, sual nəyə bərabərdir? 1 ilə 2-nin cəminə, yəni 3-ə. Yuxarıdan necə alırıq? Yuxarıdakıda da çıxırıq. 33-dən 24 çıxırıq. Bu şəkildə. 106-cı sual. 106-cı sualı tənlik tiplidir. Burada yazacağıq birinci. 3A bərabərdir B-yə. Daha sonra B çıxılsın 9 bərabərdir C-yə. Və C üstə gəlinsin 5 bərabərdir A-ya. Gətir burada hamısını aynı ifadə edək. B-ni bilirik ki, B 3A-dır. C nəyə bərabərdir? C də A çıxılsın 5-ə bərabərdir. Düzdürmü?
5 keçdi bu tərəfə. İndi gətirək ortadakı tənlikdə yerinə yazaq. B-nin yerinə yazıram 3A. Sonra çıxılsın 9 bərabərdir C-yə. Yəni A çıxılsın 5-ə. İndi A keçdi bu tərəfə. 3A-dan A çıxanda 2A qaldı. 2A bərabərdir 9 keçdi bu tərəfə. 9 çıx 5 4. A da bərabərdir 2-yə. Yəni A-nın qiyməti 2 olmalıdır. 107-ci sual. Burada da yazaq. Demək, A-nı 3-ə böləndə B eləyir. B-dən 4 çıxanda C eləyir. Və C-ni də 9-a vuranda A eləyir. İndi yenə A ilə əvəz eləyə bilərik hamısını. Bir dənə C-ni tapaq buradan. C bərabərdir A bölünsün 9-a. Gətirək ortadakı tənlikdə yerinə yazaq. B-nin yerinə A bölü 3 yazıram. Sonra çıxılsın 4 bərabərdir. C-nin də yerinə A bölü 9 yazıram. İndi A bölü 3 çıxılsın A bölü 9 bərabərdir 4. Rəqəmi keçdim bu tərəfə, bunu da bu tərəfə keçirdim. Aha, bunlar ortaq məxrəci elə 9-dur. Bunun mən 3-ə vuraram. 3-ə A-dan da A çıxanda 2A qalır. 2A bölü 9 bərabərdir 4-ə. Onda buradan 2A bərabərdir 36-ya. A da bərabərdir 18-ə. A-nın qiymətini tapdım 18. Gətirib yerinə qoyuram. 18-dirsə, 18-i 3-ə böləndə 6 eləyir. Yəni B-nin qiyməti 6 olacaq. Bizdən də B-nin qiymətini soruşur. 108-ci sual. Bu sualda x ümumi dairədir. Ümumi dairəyə biz x deyirik. Yarıya bölürəmsə o y-dir. Yəni bura y-dir. Və burada da bu da y-dir. Yarıya bölünmüşü y-dir. Ona görə y var. Bir dənə də yarıya bölürəmsə yarını da yarıya. Yəni 4də 1-i. O da z-dir. Aha. İndi biz burada da görürük ki, burada 4'ü də 4də 1-dir də bu elə. Onda biz də 4də 1-ə z demişik. Z. O da eləyəcək 4z. Cavab 4z-ə bərabərdir. 109. 109-da biz necə işləməliyik? Demək, burada iki rəqəmlər nəyə bildirir? Öz tərəf sayı. Daha sonra bölündüyü tərəf sayı, yəni bölündüyü hissə sayı neçə hissəyə bölünüb. Bölünən fiqurun tərəf sayı. Daha sonra fərqli fiqurların sayı. Yəni bunlar ola bilər. İndi biz baxsaq 109-a ki, bu 6 tərəflidir. Ona görə 6 yazıb. Bu 4'dür, 4 yazıb. Bu 4'dür, 4 yazıb. İndi buna da baxsaq bu 8'dir. Ona görə birinci yerə 8 yazacağım. Növbəti bu nəyi bildirir? Bu da bölündüyü hissə sayıdır. 1, 2, 3. 1, 2, 3, 4. Burada da 8 dənədir, 8 yazıb. Bu da 8 hissəyə bölünüb deyə 8 yazıram. Üçüncü nədir bəs? Üçüncü də bölündüyü fiqurun tərəf sayıdır. Bölündüyü fiqur nədir? 4 tərəflidir də, düzdürmü? 4 yazıb. Burada da 4'dür, 4 yazıb. Burada 3'dür, 3 yazıb. İndi burada da 3 bucaqdır. Ona görə mən 3 yazmalıyam. Yəni cavab A variantı. 110-cu sual. Burada birinci yerdə yazılacaq fiqurun tərəf sayı. İndi hamısına baxsam düzdür. Demək, burada da 4'dür deyə 4 yazıram. İkinci yerə yazılacaq diagonal sayı. Diagonal sayı bax 1, 2, bir də 3. Aha. Burada 1, 2. Burada 1, 2, 3. Yazdım bura. İndi bura baxsaq 1, 2. Ona görə 2 yazmalıyam. Yaxşı, bu üçüncü yerə nə yazılıb? Üçüncü yerə də neçə hissəyə bölündüyü yazılıb. Bu 6 hissəyə bölünüb 6 yazıb. Bu 4 hissəyə bölünüb 4 yazıb. Bu da 6 hissəyə bölünüb 6 yazıb. Bu da 4 hissəyə bölündüyünə görə 4 yazmalıyam. Yəni cavab Y variantı. 111-ci sual. Burada da birinci yerdəki rəqəm öz tərəf sayını bildirir. Bu 6 tərəfli də 6 yazıb. İndi bu da 8-dir. Ona görə 8 yazmalıyam. İkinci yerdə bölündüyü hissə sayıdır. 1, 2, 3'dür, 3 yazıb. 1, 2'dir, 2 yazıb. İndi bu da 8 hissəyə bölünüb deyə 8 yazacağım. Üçüncü yerə də bölündüyü fiqurun tərəf sayını yazıb. Bu 4 tərəflidir, 4 yazıb. 3 tərəflidir, 3 yazıb. İndi bu da
Üçbucaq olduğuna görə 3 yazacağım. Yəni cavab C variantı. 112. Burada artıq qaraların da söhbətə dəxli var. Niyə görə? Çünki burada baxsaq ki, birinci yerə nə yazıb? 4. 4 fiqurun tərəf sayıdır. Burada 8-dir, 8. Burada da 6-dır. Ona görə mən 6 yazmalıyım. Birinci 6-dır. İkinci nədir? Bölündüyü hissə sayı 1, 2, 3, 4. 4 yerə bölünüb, 8 yerə bölünüb. Bu da 3 yerə bölünüb. Ona görə 3 yazdıram. Bu axırıncı rəqəm isə neçə dənə qara var onu göstərir. Burada bir dənə qara var. Burada 3 dənə qara var. 3 yazıb. Burada 3 dənə qara var. 3 yazıb. Burada da bir dənə qara var deyə 1 yazacağım. Yəni cavab Y variantı. 113. 113-cü sualda birinci rəqəm nəyi bildirir? Neçə hissəyə bölündüyünü. Baxsaq ki 1, 2, 3, 4, 5, 6. Burada 2 yazıb 1, 2. İndi bu neçə hissəyə bölünür? 1, 2, 3, 4. Yəni bu beləncə tamamlayır 4 hissəyə. Demək birinci 4 yazacağım. Yaxşı. Bu 3-də 1, 2-də 1 nəyi bildirir? Bu isə neçə hissəsi qaradır onu bildirir. Bu 6-dan neçəsi qaradır? 2-si. 6-da 2 də nə deməkdir? 3-də 1. Burada 2-də 1-dir. İndi burada tapa bilməliyik. Çünki yarı var. Onda nə etməliyik? Bunu bir dənə də bölməliyik. Özümüz 8 yerə böləcəyik. Yəni bu şəkildə bölürük. İndi burada oldu 8 dənə bərabər hissə. İndi 8 bərabər hissəsinin neçəsi qaradır? 1-i, 2, bir də 3-ü. Demək 8-də 3-ü qaradır. Yəni düzgün cavab D variantı. 114-cü sualda yazılan rəqəm nəyi bildirir? Buradakı rəqəm fərqli fiqurların sayını bildirirsə, burada 1, 1. İkisi də eyni fiqurdur. Ona görə 1 yazıb. Burada 1, 2, 2. Çünki bu ikisi eyni fiqurdur. Bir də 3. Ona görə 3 yazıb. İndi burada neçə dənə fərqli fiqur var? 1, 2, 2, 3, 3. Yəni 3 dənə fərqli fiqur olacaq. C variantı. 115-ci sual. Burada da birinciyə nə yazılıb? Öz tərəf sayı. Baxsaq ki 5, 4, 6. Burada da 3 yazmalıyıq. Demək ki birinci 3-dür. Növbəti. Növbəti 4 nədir? 4 neçə hissəyə bölündüydü? Neçə hissəyə bölünüb? 4 yerə bölünüb də. Ona görə 4. Burada da 4-dür. Ona görə 4. İndi burada da 1, 2, 3, 4, 5. 5 hissəyə bölünüb deyə 5 yazacağım. Aha. Növbəti 3 nəyi bildirir? Bu da fərqli fiqurların sayını bildirir. Biz baxsaq, bayaqlar yuxarıda saydıq. Bu 1-dir, bu 2-dir, 2-dir, 3-dür. Ona görə 3 yazdım. Burada 1, 2, 3, 4. Hamısı fərqli olduğuna görə 4 yazıb. Burada hamısı elə 1-dir. Ona görə 1 yazım. Burada da fərqli fiqur nə qədərdir? Bu ilə bu eynidir. Bu ilə bu eynidir. Bu fərqlidir. Demək 3 dənə oldu. 3, 5, 3. O da A variantı. 116-da bölünmə sayını bildirir sadəcə. 1, 2, 3, 4, 5, 6. Bunu hesablasaq 7. Bunu hesablasaq 4. İndi bunu hesablasaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12. Demək 12 hissəyə bölünüb. Yəni cavab D variantı. 117-ci sual. 117-ci sualda üstə gəlindən verib, heç bir problem yoxdur. Eyni qayda ilə işləyirik. Birinci rəqəm nəyi bildirir, ikinci rəqəm nəyi bildirir, onu tapmalıyıq. Birinci rəqəm xətlərin sayını bildirir. Xətlərin sayı. Baxsaq ki, 1, 2, 3 və 4 dənə xət var. 6-dır burada. 1, 2, 3, 4, 5, 6. Yəni bunu ümumi xət kimi götürürük, diaqonalı. 6 dənə xət var. Burada 5-dir. İndi baxaq görə burada neçə xət var? 3 dənə öz xətti var. 3 dənə də burada xət var. Elə də 6 dənə. Ona görə birinci 6 yazıram. Sonra 3-də gəl qoyuram. İndi buna nə yazılıb onu tapmalıyım. İkinci rəqəm isə neçə hissəyə bölündüyünü göstərir. 1, 2 hissəyə bölünüb. 1, 2, 3, 4 hissəyə bölünüb 4. 1, 2 hissəyə bölünüb 2. İndi burada neçə hissəyə bölünüb? 1, 2, 3, 4, 5, 6. 6 hissəyə bölünüb deyə cavab olacaq D variantı. 6 üstə gəl 6. 118-ci sual. Bunlar fəza fiqurları sayılır. İndi burada tam göstərməyib fəza fiquru olduğunu. Fəza fiqurunun olduğunu bildirmək üçün burada belə qırıq-qırıq
xətlər olmalıdır ki, biz bilək ki, bu fəza fiqurudur. Aha, fəza fiqurlarında nə olur? Üz olur, üzlərin sayı, təpə nöqtələrinin sayı, daha sonra tillərin sayı, bir də fərqli üzlərin sayı. Yəni bunlardan ibarət olur fəza fiqurları. İndi baxaq görək bu 6, 2 və 5 bizə nəyi bildirir? 6-ya baxsaq ki, 6 təpə nöqtələrinin sayını bildirir. 1, 2, 3 qabaqda var. 1, 2, 3 arxada var. Eləyir 6. Buna baxsaq 4 dənə burada var. 4 dənə aşağıda. O elədi 8. İndi burada neçə dənə təpə nöqtəsi var? Bu 5-dir. 6-dır da bu. Düzdürmü? 1, 2, 3, 4, 5, 6. 6 dənə qabaqda var. 6 dənə də arxada var. Onda demək 12 dənə təpə nöqtəsi var. Aha. Birincini tapdıq. Yaxşı, ikinci nəyi bildirir? Buradakı 2. Bu, fərqli üzlərin sayını bildirir. Niyə görə? 1, 1. Bu ikisi eynidir. Bir də bu tərəfi, bir də 6. Hamısı eynidir. Onların üçü də eynidir. Eyni fiqurdur. Ona görə onları 1 götürəcəm. Bir dənə burada, bir dənə də burada elədi 2. Daha sonra buna baxsaq, bu 1-dir, bu da altdakı da 1-dir. Bir də bu yan hissələrin 4-ü də eynidir. Ona görə 2 dənə olmuş olur. İndi burada baxaq görək neçə dənə fərqli fiqur var. Burada saysaq bir dənə buradadır, bir dənə arxadadır. Yəni bir dənə olacaq. Bunu da bir dənə götürürük. Çünki hamısı eynidir. Yəni 2 dənə olmuş olacaq. Bir də üçüncüyə baxaq. Üçüncü nəyi bildirir? Üçüncü artıq üzlərin sayını bildirir. Neçə dənə üzü varsa onu yazıram. İndi bunun neçə dənə üzü var? Saysaq görərik ki, 8 dənə üzü var. Ona görə cavab olacaq 12, 2, 8. D variantı. 119. Bax, 119-da artıq düz verib. Çünki burada qırıq-qırıq xətləri verib. Yəni fəza fiquru olduğu bəllidir. Baxaq görək buradakı rəqəmlər nəyi bildirir? Birinci bu 6 olan nəyi bildirir? Bu üzlərin sayını bildirir. İkinci 8 nəyi bildirir? Təpə nöqtələrinin sayı. Təpə nöqtəsi. Bu üçüncü nəyi bildirir? Bu da tillərin sayıdır. Tillərin. İndi gəlin suala yazaq. Birinci üzlərin sayıdır. Bu sualda neçə dənə üz var? 1, 2, burada da eləyir 7. 7 dənə üzü var. Daha sonra ikinci təpə nöqtələrinin sayıdır. Təpə nöqtəsi nə qədərdir? 1, 2, 3, 4, 5 dənə burada da 5 dənə də aşağıda. Elədi 10. Daha sonra tillərin sayı. Tildəki nə qədər xətti varsa sayırım. O da eləyir 15 dənə. Yəni cavab 7, 10, 15. A variantı olacaq. 120-ci sual. Bu sualda fiqurlar müxtəlifdir. Demək ki, fiqurun özünün tərəf sayının nəsə bir əməliyyatı var ki, fərqli fiqurların içində verib. Yazaq onları. Bunun 3 tərəfi var, bunun 4 tərəfi, bunun 6 tərəfi, bunun da 5 tərəfi. Yaxşı, burada necə ala bilərik? Biz fikir versək ki, tərəf sayını, yəni 3-ü, içindəki ədədə vursaq, eləyəcək 27. 27-nin də rəqəmlər cəmi 2 üstəgəl 7. Eləyəcək 9. Yazdım 9. 4-ü 5-ə vuracam. Eləyəcək 20. 20-nin rəqəmlər cəmi 2. İndi suala tətbiq eləyək. 5-i 3-ə vuracam. 15. 15-in də rəqəmlər cəmi eləyir 6. Demək cavab 6-dır. 121-ci sual. Bu sual çox maraqlı sualdır. 121-ci sualda fiqurlardır. Demək biz fiqurların tərəf sayını yazmalıyıq. Yazaq. Bu 4-dür, bu 3-dür. Daha sonra bu 6-dır, bu 4-dür. Bu 5-dir, bu da 6-dır. Bu 3-dür, bu da 7-dir. İndi burada sualda nə olacaq? 6, 5, 4. Aha. İndi biz 3-dən 4-dən 43 almalıyıq. 4-dən 6-dan 52 almalıyıq. Bunu necə ala bilərik? Bunu deyirəm. Cüt ədəd gördünüzsə, onu kvadrata yüksəldin.
tək ədəddirsə, onu kuba yüksəlt və onları topla. İndi 3 tək ədəddir, 3-ün kubu 27 edir. 4 cüt ədəddir, kvadratı 16 edir. 27 ilə də 16 43 edir. Yəni bu şəkildə olacaq. İndi yazacağam. 4 cüt ədəddir, kvadratını yazacağam. 4-ün kvadratı. Üstə gəl. 5 tək ədəddir, kubu. 6 da cüt ədəddir, kvadratı. Eləyəcək 16, 125, 36. Toplasam mənə verəcək 177-ni. Yəni düzgün cavab 177 olacaq. 122-ci sual. Bu suala baxsam, fiqurların tərəf sayının əməliyyatı var. O da nədir? Bu nədir? 3 tərəflidir. Bu 4-dür. İndi 4-ü kuba yüksəltsəm, çünki 3 tərəf var. Eləyəcək 64. Və onun üzərinə 2-ni 4-ə yüksəltsəm, eləyəcək 16. Və 16 ilə də 64-ü toplasam, eləyəcək 80. Ya burada da 2-nin kubu üstə gəl 3 üstü 4. Burada 4-ün kubu üstə gəl 1 üstü 4. Yəni bu şəkildə. İndi suala tətbiq eləyək. 1-in kubu üstə gəlinsin 3 üstü 4. O da eləyir 82. 123-cü suala baxaq. Belə fiqurlar görsəz, burada fiqur üzrə cəmləri yoxlayın birinci. Yəni hamısı eyni fiqurdur. Burada bunları toplasaq, yəni bu kvadratdakı ədədləri toplasaq, eləyəcək 31. Buradakıları toplasaq, eləyəcək 30. Buradakıları toplasaq, eləyəcək 29. Və burada görürəm ki, 31, 30, 29, onda burada 28 olmalıdır. Buradakı ədədlərin cəmi 28 olmalıdırsa, sual işarəsi 5-ə bərabərdir. 124. Burada həll qaydamız olacaq ki, kənardakı dairədəki ədədləri toplayıb, ortadakı ədədə böləcəm və cavabı alacam. 24 üstə gəl 42, üstə gəlinsin 7, üstə gəlinsin 18 və onu böləcəm 13-ə. Bunların cəmi eləyir 91. 91-i də 13-ə böləndə 7 düşür. Aha, demək düzdür. İndi gətirib suala tətbiq edək. 4, 15, 10, 13. Toplayıram və onu bölürəm 7-yə. O da mənə verir 42, 6. Demək cavab 6 olmalıdır. C variantı. 125-ci sual. 125-ci sual dimin də imtahanına düşmüş sualdır. Bu sualı necə işləyəcək? Burada baxıram ki, yuxarıdakı dairə aşağıdakı 2 dairəyə bağlıdır. Hamısında. Yuxarıdakı dairə aşağıdakı 2 dairəyə bağlıdır. Demək, bu aşağıdakı 2 dairədən yuxarıdakını almalıyıq. Necə ala bilərik? 12 ilə 14-ü toplayaram. Eləyər 26. 26-nın da rəqəmlər cəmini toplasaq, eləyəcək 8. Aha. İndi burada 14 ilə 40-ı toplayacam. Eləyəcək 54. 54-ün rəqəmlər cəmi eləyir 9. Demək, B 9-dur. B-yə gətirdik 9 yazıq. A da 30 ilə 12-yə birləşib. Ona görə 30 ilə 12-ni toplayacam. 42. 42-nin rəqəmlər cəmi 6 eləyir. Ona görə A da 6-dır. Və bunları da toplasaq eləyəcək 15. Yəni cavab D variantı. 126-cı sual. Burada görürük ki, bir dəfə çöl tərəfdədir. Bir dəfə iç tərəfdədir. İndi bunların hərəsinin fərqli həll üsulu var. Çöl tərəf ayrıdır, iç tərəf ayrıdır. Əgər çöldədirsə, yəni çöl tərəfdədirsə, onda ona birləşən dairələrdən bir-birindən çıxıb 2-yə bölürük. Yox, əgər iç tərəfdədirsə, onda ona birləşən dairələri toplayıb 2-yə bölürük. İndi A çöl tərəfdə olduğuna görə olacaq A bərabərdir. Nəyə birləşib? 36 ilə 26-ya. 36-dan 26 çıxacam, böləcəm 2-yə. O da eləyir 5. Demək, A 5-dir. B də iç tərəfdədir deyə. Onda mən B-yə birləşənləri toplayıb 2-yə böləcəm. B-yə birləşən nədir? 36 ilə 16. Demək, B də bərabərdir. 36 ilə 16-nın cəmi və bölünsün 2. O da eləyir 26. Demək, A 5-dir, B 26-dır. O da toplasaq eləyəcək 31. Yəni B variantı. 127-ci sual. Bu suala baxanda görürəm ki,
6'nın kvadratı 36 edir. 8'in kvadratı 64 edir. 5'in kvadratı 25 edir. İndi x-in kvadratı 49 eləməlidirsə, x neçədir? 7-dir. Aha, bunu yazdıq. İndi y-i tapaq. İndi bunlara baxaq yuxarıdakı. 6 ilə 4-dən 12 alıb. 6 ilə 4-dən necə 12 ola bilərik? 6-nı 4-ə vurub 2-yə bölərəm, 12 eləyər. 3-ü 6-ya vurub 2-yə bölərəm, 9 eləyər. Onda 4-ü 9-a vurub 2-yə bölməliyəm. O da eləyəcək 18. Demək, y 18-dir. Yaxşı, bəs buradakı z-i necə tapaq? Burada görürəm ki, bu 12-yə birləşib, bir də 18-ə birləşib bu 18. 12, 18-dən 18-i necə alarıq? 18-dən 12 çıxaram, eləyər 6. 6-nı da 3-ə vursam 18 eləyər. İndi 18-dən 5 çıxacam, çünki z 18 ilə 5-ə birləşib. Və onu vuracam 3-ə. O da eləyir 39. Demək, hamısını tapdım, o da Y variantı. 128. Burada fiqurların tərəf sayını birinci yazmalıyam. 1, 2, 3, 4, 5. Bu 5'dir, bu da 3'dür. 5'i 2'ye vuraram 10, 3'ü de 3'e vuraram 9. Ve aralarında çıxma var. 10'dan 9, 1. Aha. İndi onu suala tətbiq eləyək. Bu 6'da nə yazılıb? 1, 2, 3, 4, 5, 6, 7. Demək, 6 vur 7, 42. 42 çıxılsın sual bərabərdə 12. Onda sual 30 olmalıdır. 30 olmalıdırsa, burada baxıram ki, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 3'ü 10'a vuranda 30 eləyir. Ona görə cavab B variantı olacaq. 129. Bu tipli sual nümunələrini işləmək üçün bütün fiqurların tərəf sayını yazılmalıdır ilk öncə. Bu 4'dür, bu 3'dür, bu 5'dir, bu 6'dır, bu da 0 qəbul edirik. Və sonra buradakı rəqəmlər var. A-ya 30 yazıb. A-ya 30'u necə yaza bilər? Yəni, işləmə qaydası nədir? Biz nəyə birləşibsə, onların tərəf sayını işləyəcəyik. Bir də öz tərəf sayının. Yəni, lazım olarsa. İndi baxaq. A nəyə birləşib? 6 ilə 4'ə. 4 ilə 6'nı toplasam 10 eləyir. Onu da öz tərəf sayına vursam 30 eləyəcək. İndi görək, o birislərində alınmır. B nəyə birləşib? 5'ə, 6'ya, 3'ə. 5, 6, 3'ün cəmi 14 eləyir. 14'ü də öz tərəf sayını, yəni 4'ə vuranda 56 eləyir. Demək ki, düzgündür. Y-yə baxıram. Y hamısına birləşib. Yəni, bütün fiqurlara birləşib. Onda yazacağım. 5, 4, 3, 0'ın cəmi vurulsun öz tərəf sayı, yəni 6. Buraya eləyir 12. 12'ni də 6'ya vuranda 72. Demək, Y 72'dir. 130-cu sual. 130-cu sualda birincini bizə nümunə kimi verib ki, yəni həll yolunu tap, sonra aşağıdakına tətbiq elə. Tapaq həll yolunu. Birinci fiqurların tərəf sayını yazıram. 4, 3, 6, 0. İndi W-yə baxsam, W 18'dir. Niyə? Hara birləşib? 6'ya bir də 3'ə. 6'nı 3'ə vuranda 18 eləyir. Yəni, öz tərəf sayından istifadə eləməyə də bilər. Bayaqları dedim. İndi, məsəl üçün, baxaq Y-yə. Y nəyə birləşib? 6'ya bir də 4'ə. 6'nı 4'ə vuranda 24 edir. Həqiqətən də düzdür. Demək, bu o deməkdir ki, özünə birləşənləri bir-birinə vurursan. Yaxşı, aşağıya tətbiq edək. U-ya görə işləyək. Çünki digərləri böyük rəqəmlərdir. U 20'dir. U 20'dirsə, bu ancaq 4 vur 5 ola bilər də. Çünki nəyə görə? 1 vur 10 yaza bilmərsən, bir tərəfli fiqur yoxdur və yaxud da ki, 1 vur 20 yaza bilmərsən, ya da 2 vur 10 yaza bilmərsən, çünki 2 tərəfli fiqur yoxdur. Yəni, ona görə 4-5 yazarsan. İndi baxaq görək U-da harda verib. U-nu birləşdirib 5'ə, bir də 4'ə. Ola bilər, düzdür. Burada U-nu birləşdirib 8'ə, 4'ə, 4'ə. Bunlar bir-birinə vuranda 20 eləmir. Ona görə B səhvdir. C-yə baxsam, C 4 ilə 5'ə birləşib. Bu da ola bilər. D-yə baxsam, U birləşib 3'ə, 5'ə və 0'a. Onda bu da ola bilməz. Aha, burada da U hara birləşib? 4'ə, 8'ə, 4'ə. Ona görə bu da ola bilməz. Demək, ya A-dır, ya da C-dir. İndi keçirəm W-yə görə işləməyə. W 48'dir. İndi baxaq görə burada W nəyə birləşib?
0-a, 3-ə, 5-ə. 0, 3, 5-i bir-birinə vuranda 0 eləyir. Onda W burada 0-a gedəcək. Ona görə ola bilməz. Amma C variantında W hara birləşib? 4-ə, 3-ə və 4-ə. 4, 3, 4-ün də hasili eləyir 48. Yəni, düzgün cavab C variantı olmuş olacaq. 131-ci sualda da yenə tərəf sayılarını yazaq. 3, 5, 4, 6, 4, 0. İndi baxaq. A-ya görə işləməyək. A 0-a birləşib. 0-a birləşməyənə görə işləyək. Məsəl üçün Y. Y-ni bizdən soruşur. Tutaq ki, B olsun. B-yə baxaq. B hara birləşib? 4-ə və 5-ə. İndi 4, 5-dən və lazım olarsa öz tərəf sayından 23 almalıyam. 4-ü 5-ə vuraram. Eləyər 20. 20-nin də üzərinə öz tərəf sayını gələrəm. Eləyər 23. Başqa cür alınmayacaq. İndi biz baxsaq ki, görək düzdürmü hamısı? Yoxlayaq. C-ni yoxlayaq. C nədir? 28. C nəyə birləşib? 6 ilə 4-ə birləşib. Dedik ki, ona birləşənə bir-birinə vuram. 6-nı 4-ə vuram. 24 eləyir və üzərinə öz tərəf sayını gəlirəm. Yəni 4 eləyir 28. Demək ki, düzdür. İndi Y-ni tapaq. Y nəyə birləşib? 4-ə və 5-ə birləşib. Demək, özünə birləşənə bir-birinə vuram. 4 vur 5 eləyir 20. Sonra üzərinə öz tərəf sayını gəlirəm. Yəni 6-nı. O da eləyir 26. 132-ci sual. Bu şəkildə oxlar görsəz, bu oxların mahiyyəti nədən ibarətdir? Demək, yuxarıya ox ya vurmadır, ya toplamadır. Aşağıya ox ya bölmədir, ya da çıxmadır. Yəni, bu şəkildə. İndi burada baxsaq ki, aşağıya ox gəlir. Aşağıya ox dedik ki, ya bölmədir, ya da çıxma. İndi burada görürəm ki, 14 7-yə bölünür də. Və hamısını da yoxlayaq ki, görək bölünür. 25 5-ə bölünür. 21 7-yə, 6 3-ə. Demək ki, burada bölmə var. 14-ü 7-yə böldüm. Eləyir 2. Yuxarıya ox da vurma olacaq. Əgər bölmədirsə aşağıya ox, yuxarıya ox vurma olacaq. Yəni, bir qruplaşdırırıq bu ikisini. Çıxmadırsa üstə gəlmə olacaq. 2-ni 8-ə vuranda 16 eləyir. 16-nı 4-ə böləndə 4 eləyir. Və bu da vurma oldu. 4-ü də 3-ə vuranda 12 eləyir. Yəni, burada tapdıq. İndi gələk sualı yazaq. 21-i 7-yə böləcəm. Eləyəcək 3. 3-ü 4-ə vuracam. 12. 12-ni 6-ya böləcəm. 2. 2-yi də 3-ə vuranda 6. Demək ki, cavab D variantıdır. 133-də. 133-də artıq görürəm ki, burada alınmır. 12-dən 5-ə gedir. 12 5-ə bölünmür. 21 8-ə bölünmür. Yəni, bu şəkildə artıq alınmır. İndi bunu necə yazırıq? Burada demək ki, toplama çıxmadır. Aşağıya yox dedik ki, çıxdı. Yuxarıya yox toplamadır. 12 ilə 5-i toplayaram. Eləyər 10. Yox, 12-dən 5 çıxaram. Eləyər 7. 7 ilə 5-i toplayaram. Eləyər 15. 15-dən 4 çıxaram. Eləyər 11. 11-in üstünə 1 gələrəm. 12. İndi suala tətbiq eləyək. Demək, aşağıya çıxdı, yuxarıya üstə gəldi. 11-dən 7 çıxaram, eləyər 4. 4 ilə 4-ü toplayaram, eləyər 8. 8-dən 6 çıxaram, 2. 2 ilə də 3-ü toplayaram, 5. Demək, cavab 5 olacaq A variantı. Burada toplama və çıxma, vurma, bölmə bəllidir. Əgər yuxarıya balaca ox varsa, yuxarıya balaca ox toplama olacaq. Aşağıya balaca ox çıxma olacaq. Yuxarıya böyük ox vurma olacaq. Aşağıya böyük ox bölmə olacaq. Yəni, bu şəkildə. İndi, bu balaca oxdur. Bu neyinir? Toplayır. 7 ilə 3-ü toplayacam, 10. Daha sonra 10-dan 4-ü çıxacam, 6. Bu böyük oxdur, ona görə vuracam, 36. Daha sonra böləcəm, 36-nı da 9-a böləndə 4 eləyir. İndi suala tətbiq eləyək. Burada toplamadır. 8 ilə 7, 15. Daha sonra 15-dən çıxıram 3-ü, 12. Daha sonra 12-ni vururam 4-ə, 48. Və 48-i də 6-ya böləndə 8 edir. Yəni, cavab Y variantı. 135. Deformasiya suallarının işləmə qaydası nədir? Deformasiya suallarını biz neçə dənə
xətt çıxırsa onların sayını yazırıq. Bundan bir dənə xətt çıxır. Bundan 3 dənə. Bundan da 3 dənədir. Bundan 2 dənədir. Buradan da 2 dənədir. Və bundan da 3 dənədir. İndi gətir bunu suala da yazaq. 1, 3, 3, 3, 2, 2. Aha, baxdıq. İndi burada fərqləndirmə var. A 1'dir. Burada da 1'dir. Demək ki, A buradır. A gedib nəyə birləşib? B-yə. Demək, bura B-dir. Daha sonra B gedib nələrə birləşib? Bir Y-yə birləşib, bir də D-yə birləşib. Y-yə, D-yə. Y 2 dənəlidir deyə. Ona görə bilirəm ki, avtomatik bu buradır. Aha, Y buradır. Y-dir. Bir də nəyə birləşmişdi? 3 dənəli olan. D-yə. Əgər 2 dənəli olan biri Y-dirsə, yerdə bir dənə 2 dənəli qalır. O da F-dir. Demək, X F-dir. Aha, bunu yazdıq F. Aha, hamısını da yazmışıq. Bir dənə nəyimiz yoxdur? C-miz. Ona görə Y də C-dir. Bizə də X, Y soruşur. X-imiz F-dir. Onda A variantı qalır elə. 136. Burada da eyni qayda ilə. 1 yazıram, 3 yazıram, 3 yazıram, 2 yazıram, 2 yazıram, 3 yazıram. Burada da 2, 2, 2. Yo, bu 3'dür. 1, 3, 3. Bu şəkildə. İndi burada 1 nədir? K. Burada da 1'ə K yazacağım. Demək, bu K'dır. K gedib nəyə birləşib? R-ə. Yazdım bura R. Daha sonra bu R 1-2 dənəliyə birləşir, 1-3 dənəliyə birləşir. Baxa görə o R hansı 2 dənəliyə birləşir? T-yə. Onda bura T-dir. Aha, bura T-dir. Bir də 3 dənəliyə birləşir R. Hara birləşir? M-ə. Demək ki, X də M-dir. X M-dirsə bunları sildim. A ilə B qaldı. T də ola bilməz. T-ni bura tapmışıq. Ona görə A-nı da çıxdım. A qaldı M-in. Bu şəkildə. Həm də ki, bunu zaten daha rahat işləmək olar. T nədir? 2 dənəlidir. Burada Y də 2 dənəlidir. Bizdə də 2 dənə 2 dənəli var. Demək, T-ni tapmışıq. Demək, yerdə nə qalıb? Bir dənə N qalıb. Ona görə bura N olmalıdır. 137. Burada da yenə yazaq. 2, 4, 2, 3, 3, 4. 3, 4, 4, 2, 3, 2. Aha. Bunları yazdıq. Burada baxanda görürəm ki, bu sualı necə işləyə bilərik və bizə necə köməyi dəyə bilər. Burada bağlar qırılmayıb. Onu yadda saxlamaq lazımdır. Heç bir bağ bir-birindən qırılmayıb. İndi, məsəl üçün, bu bir dənə 2 dənəlimiz var ki, bu 2 dənəli. Həm 4-ə birləşib, həm də 4-ə birləşib. Digər 2 dənənin biri 3-ə birləşib, biri 4-ə. Demək, biz buradan tapa bilərik ki, Y nədir? O hansıdır ki, 2 dənəli 4 dənəliyə birləşib? K-dır da, düzdürmü? Onda Y K-dır. Y K tapdıqsa, D, B, Y getdi. Ya A-dır, ya da C-dir. İndi, bu 2 dənəlini yazdımsa, digər 2 dənəliyə avtomatik nə düşür? R düşür də, düzdürmü? Çünki R gedir. Bir dənə qalıb. R gedib hansı 3 dənəliyə birləşir? Ona baxaq. M-ə birləşir. Demək ki, bura 3-dür, M-dir. Və R gedib hansı 2 dənəli, 4 dənəliyə birləşir? N-yə. Demək, X də N-dir. Cavab C variantı. 138. Burada da yazaq 2, 3, 1, 3, 4, 3. 1, 3, 4, 2, 3, 3. Aha, yazdıq. İndi biri avtomatik yerinə qoyuram. Bura L-dir. L gedib nəyə birləşir? M-ə birləşir. Aha. Sonra 2 dənəli zaten bir dənədir. O da P-dir. Y P-dir. Ona görə A, D, C-ni silirəm. Daha sonra baxaq görək P nəyə gedib birləşib 3 dənəli. P gedib 3 dənəli olaraq K-ya birləşib. Ona görə bura K-dır. İndi buradan sonrasını tapa bilməliyik ki, bu nədir? Ancaq variantla işləməliyik. Baxıram ki, X-ə zaten K düşə bilməz. Çünki K-nı bura tapmışam. Onda demək X R-ə bərabərdir. Yəni B variantı.
139. Burada da yazaq. 2, 3, 3, 2, 3, 1. 2, 1, 3, 3, 3. Burada 2. İndi 1'i yazıram yerinə. K'dır. K gedib nəyə birləşib? L-ə birləşib. Aha. L gedib hansı 2 dənəliyə birləşib? L gedib T-yə birləşib. Onda X T-dır. Aha. X T-dırsa bu variantları sildim. Daha sonra baxıram yerdə qalan 2 dənəliyə. Bir dənə 2 dənəli var, bir dənə də 2 dənə var. O da hansıdır? N. Onda bu da N-dır. Yəni cavab D variantı. 140 sualı. Bu suallarda hər fiqurun gördüyü işi tapmaq lazımdır. A nəyin içindədir? Üçbucağın. Üçbucağın içindədirsə, baxaq görə neyini 3-ə bölüb. Demək, üçbucaq 3-ə bölür. Daha sonra B nəyin içindədir? Kvadratın. Kvadrat neyini 4-ə vurub. Demək, vur 4. C də 6 bucaqlının içindədir. 6 bucaqlı da demək neyini böl 6 yazıb. Və böyük dairədə hamısını toplayıb. İndi yazaq onu. Demək, 4 nəyin içindədir? Kvadratın. Kvadrat neynəmişdi? 4-ə vurmuşdu. Ona görə 4 vur, 4 yazacağım. Daha sonra burada da 6 bucaqlı var. 6 bucaqlı neynəmişdi? 6-ya bölmüşdü. 12 böl 6. Və böyük dairənin içi. Dairə nə idi? Toplayırdı bir-biri ilə. Topladıq. Bu üçbucaq nə edirdi bəs? 3-ə bölürdü. Ona görə 3-ə böldüm. Aha. 16 üstəgəl 2 bölünsün 3. O da eləyir 18 bölü 3, 6. Yəni cavab D variantı. 141-də də həmçinin eyni qayda ilə. A nəyin içindədir? 6 bucaqlı. Neyiniyib? 6-ya vurub. Demək, 6 bucaqlı yazaq ki, vur 6. Sonra o da 3 bucağın içindədir. 3 bucaq neyiniyib? Üzərinə 3 gəlib. 3 bucaq üstəgəl 3-dür. Daha sonra B nəyin içindədir? Dairənin və kvadrata yüksəlib. Onda dairə kvadrata yüksəldir. Və o da 3 bucağın içindədir. 3 bucaq 3 gəlir. O da böyük 3 bucağın içindədir. Ona görə 3 gəlib. Aha, yazaq indi aşağıdakı fiquru. Başlayaq bu dairədən lap. Bu nəyin içindədir? Dairənin 2-ni ona görə kvadrata yüksəldəcəm. Daha sonra bu 3 nəyin içindədir? 3 bucağın. 3 bucaq neyinirdi? Üstünə 3 gəlirdi. Yəni 3 üstəgəl 3. Və o da böyük 3 bucağın içində. Ona görə bunların hamısını toplayıb üzərinə bir dənə də 3 gələcəm. Daha sonra bu 6 bucaqlıdır. 6 bucaqlı neyinirdi? Dedi ki 6-ya vururdu. Onda 4-ü 6-ya vuracağım. Və o da böyük 3 bucağın içindədir. O da üstünə 3 gəlirdi. Yəni toplayıb üstünə 3 gələcəm. Onları da yazsam eləyir 40. Yəni cavab 40-dır. 142-ci testə baxaq. 142-ci testdə yenə eyni qaydadır. Bir-bir tapmaq lazımdır. Demək, kvadrat 2-yə vurur. Daha sonra dairə neynir? Dairə 3-ə vurur. 2 dənə dairə olduğuna görə 2 dəfə 3-ə vurub. Sonra C 3 bucaq neynir? 3 bucaq 4-ə bölür. Çünki C 3 bucağın içindədir və böl 4-dür. Böyük burada gördüyümüz 6 bucaqlı da hamısını toplayır. Toplayır və içindəki D-ni də üzərinə gəlir. İndi suala tətbiq eləmək lazımdır. Burada neçə dənə dairə var? 1, 2, 3. Demək, 3 vurulsun. 3, vur 3. Bir də vur içindəki ədəd 2. Daha sonra burada 1 var. Və 1 kvadratın içindədir. Kvadrat neyindir? 2-yə vururdu. 2 dəfə 2-yə vurmalıyım. 2 vur, 2, vur, 1. Sonra 3 bucaq neyinirdi? 4-ə bölürdü. 3 dəfə 4-ə bölmək nə deməkdir? Elə 64-ə bölmək deməkdir. 64-də 64-ə böləndə 1 eləyir. Və böyük 6 bucaqlının içindədirsə hamısını toplayıram. Və üzərinə buradakı ədədi də gəlirim. O da eləyir 66. 143-cü suala baxaq. Bu tənlik tiplidir. 2A plus B hardadır? 19 var onun yerində. 2B plus 3C'nin yerində nə var? 42. B plus C'nin yerində nə var? 15. Demək, bunları köçürdürəm və bərabər edirəm. İndi deyək ki,
2A üstə gəlinsin B bərabərdir 19-a. 3C üstə gəlinsin 2B bərabərdir 42-yə və B üstə gəlsə də bərabərdir 15-ə. İndi burada qruplaşdırsaq, ikinci və üçüncü tənliyi qruplaşdırıb C-ləri yox eləyə bilərik. C-ləri yox eləsək, demək 3-ə vurmalıyam, -3-ə. Çünki bu -3C olsa, tərəf-tərəfə toplasaq, bu 3-dən bu 3 gedəcək. Onda qalacaq 2B üstə gəlinsin. Burada -3-ə vuracamsa, bu -3B olmalıdır. Üstə gəlinsin -3B bərabərdir. 15-i də -3-ə vuranda -45 eləyir. 42 ilə də -45-i toplayanda -3 eləyir. Və burada da -B bərabərdir -3-ə, B də bərabərdir -3-ə. Demək, B-nin qiymətini tapdıq. B nədir? -3. Onda B 3-dürsə, 3-ün üstünə nə gəlsəm 15 eləyər. 12 gəlsəm. Aha, indi A-nı tapaq. B neçə idi? 3 idi. 19-dan 3 çıxacam, 16. 16-nı da 2-yə böləndə 8. Aha. İndi A üstə gəl, B üstə gəl, C-nin cəmini soruş. B üstə gəl, C zaten 15-dir. A-nı da tapdıq ki, A 8-dir. 15 ilə də 8, 23. A variantı. 144. Burada M üstü K bərabərdir 256-ya və N üstü L bərabərdir 81-ə. Və M-i N-ə vuranda 12 eləyir. İndi M-i N-ə vuranda 12 eləyirsə, 12-nin bölənlərinə baxaq. 1 vur 12 ola bilər. 2 vur 6 ola bilər. 3 vur 4 ola bilər. İndi burada nə 1 vur 12-də 1-in üstü neçəsə 256 eləmir və ya 81 eləmir. Ona görə bunu sildirəm. 2 üstü 6-da da eləmir. 6-nın məsəl üçün qüvvəti alınmayacaq. Nə 81, nə 256. Ona görə yerdə ancaq 3-4 qalır. Aha, 3-4 qalıbsa, bura 3 yazacağım. Çünki 3-ün 4-cü dərəcədən 81 eləyir. Bu da M-ə də 4 yazacağım ki, 4-ün 4-cü dərəcədən 256 eləyir. Demək, K da 4-dür, L də 4-dür. A hardadır? K ilə L-in hasilində. 4-ü də 4-ə vuranda 16 eləyir. Yəni C variantı. 145. Burada da yenə köçürmək lazımdır. A üstə gəl B kvadratı 17-yə bərabərdir. Və bir də A üstə gəl 2B 14-ə bərabərdir. Aldım tənlik. Və burada deyir ki, AB-nin hasilini hesabla. Burada tərəf-tərəfə çıxsam, birinci tənlikdən ikinci tənlik. A üstə gəl B kvadratı çıxılsın A, çıxılsın 2B bərabərdir 17 çıxılsın 14, yəni 3. Burada A-lar ixtisar gedəcək. Qalacaq B kvadratı çıx 2B çıx 3 bərabərdir 0-a. İndi biz burada B1 ilə B2-nin cəmi müsbət 2 eləməlidir. B1 ilə B2-nin hasili -3 eləməlidir. O hansı ədədlərdir ki, vuranda -3 eləyir, toplayanda müsbət 2 eləyir. Təbii ki, -1 ilə müsbət 3 kökü. -1-i atıram, çünki cavablarda mənfi yoxdur. Ona görə müsbət 3 kökünü seçəcəm. Tamam, 3 kökünü seçək. 3 seçsəm, 3-ün kvadratı 9 eləyir. 17-dən də 9 çıxanda alınır 8. Demək, A-nın cavabı 8-dir. İndi bizə nəyə soruşur? A, B hasilini. A 8-dir, B də 3-dür. 8-də 3-ə vuranda 24. 146. Bu tipli sual nümunələrə ardıcılıqdır. Fiqurlar içində ardıcılıq. Və eyni fiqurlar eyni ardıcılığı təmsil edir. 3-dən 7-yə, 7-dən 11-ə, 11-dən 15-ə, 19-a, 23-ə, 27-yə, 31-ə və 5-dən 13-ə, 21-ə, 29-a, 37-yə, 45-ə və suala. Demək, bu 4-4 artır. Fikir versək, hamısının üzərində 4 gəlsəm gedir. Bəs dairə neynir? Dairə 8-8 artır. 8-8 toplasam alınacaq. İndi demək nə olmalıdır? 45 üstə gəl 8 olmalıdır. O da eləyir 53. Yəni cavab D variantı 53 olacaq. İndi 147-yə baxaq. Yenə kvadrat bir ardıcılıqdır. Aşağıya doğru gedir. Dairə də bir ardıcılıqdır. Bu şəkildə baxmaq lazımdır.
İndi 25-dən 32 almaq üçün üzərinə mən 7 gələrəm. 32-dən 37 almaq üçün üzərinə 5 gələrəm. 37-dən 47 üzərinə 10 gələrəm. Burada görürəm ki, ədədin üzərinə öz rəqəmlər cəmi gəlir. Bax, 25-in rəqəmləri cəmi 7 edir. 32-in rəqəmləri cəmi 5 edir. 37-in rəqəmləri cəmi 10 edir. Demək, kvadrat ədədin üzərinə rəqəmlər cəmini gəlir. Yəni, toplayır. Yəni, kvadrat tapılır. Onda yazaq. 13-ün üzərinə mən 4 gəlməliyim. O da edir 17. X 17-dir. X 17-dir. Yaxşı, y-i tapaq. Y nədir? Burada artıq ədədlərin rəqəmləri cəminə baxmalıyıq. Bax, 63-ün rəqəmləri cəmi 9 eləyir. 37 10 eləyir. 56 11 eləyir. 85-inki 13 eləyir. 95-inki də 14 eləyir. Bax, burada görürəm ki, 9, 10, 11, burada 12 olmalıdır ki, 13, 14 olsun. İndi rəqəmlər cəmi 12 eləyən hansı variant var? 84 var. Ona görə cavab A variantı olmuş olacaq. 148-ci testə baxaq. 148-ci testdə 2-ni mən 3-ə vursam 6 eləyər. 6-dan 2 çıxsam 4. 4-ü 3-ə vursam 12 eləyər. 12-dən 2 çıxsam 10. Yəni, bu şəkildə gedəcək və axırda qalacaq 28 vurulsun 3 kimi. O da edir 84. Demək, x 84-dür. İndi y-i tapaq. Y-də üstə gəl 3 yazaram burada. 12 üstə gəl 3, 15 edir. Sonra üstə gəl 6, üstə gəl 9. Bu da nə olur? 3 3 artır. Görürük mü? Demək, burada 57 üstə gəl 18 olmalıdır. O da eləyir 75. Demək, y-də 75-dir. İndi bunların cəmini soruşur. O da eləyir 159. Y variantı. 149-cu test. Burada neyinirik? Fiqurların tərəf sayını yazırıq ilk öncə. Bu 5-dir, bu 6-dır, bu 8-dir, bu 5-dir, bu böyük olan nədir? Bu da 4-dür. İndi neyinirik? Fikir versək, buradakı 5 ilə 4-ü toplasam eləyər 9, 11-dən də 2 çıxsam yenə 9. 4 ilə 6-nı toplasam eləyər 10, 17-dən 7 çıxsam eləyər 10. Onda 4 ilə mən 8-i toplamalıyam. O da bərabər olmalıdır 12 çıxılsın suala. Onda sual da bərabərdir 0-a. Cavab A variantı. 150 də həmçinin 10 kimi olacaq. Bir-bir yazmaq lazımdır. 4, 3, 6, 4, 4, 5, bu 8 olmalıdır və bu da 5-dir. İndi böyük fiqurda 8-dir. Yenə, baxaq nəyə? Burada 4 ilə 8-i toplayacam, eləyəcək 12, 60-ı da 5-ə böləndə yenə 12 eləyir. Ona görə mən burada 8 ilə 3-ü toplayacam, 8 üstə gəl 3. O bərabər olmalıdır 77 bölünsün suala. Onda sual nəyə bərabərdir? 7-yə. 77-nin 7-yə bölünsün 11, 8 ilə 3-ün də cəmi 11 eləyir. Yəni cavab B variantı. 151. 151-də də yenə həminki qaydayla işləyirik. 6, 5, 3, 8, 4. Bu da böyükdə 5-dir. İndi burada nə edirik? İçəridəki ədəddən, içəridəki 5-dən, çöldəki ədədi çıxsam, yəni 5 çıxılsın 6. O bərabər olmalıdır. Dairə çıxılsın fiqur. Yəni 7 çıxılsın 8-ə. Bunu çoxu çaşdırır. Çoxu götürür burada 8 falan yazır. Yəni cavab 8 deyil. Çünki ardıcılığı gözləmək lazımdır. Burada içəridəki ədəddən çöldəki ədədi çıxır. Dairədən fiquru çıxır. Baxsaq ki, digərlərində də eynidir. İçəridəki ədəddən 5-dən çöldəki fiquru çıxır. Yəni 8-i bərabərdir. Dairədən ədəd çıxır. Yəni 4 çıxılsın 7. Yəni bir-birinə bərabərdir. İndi biz 5-dən 4-ü çıxmalıyıq. 5 çıx 4. O bərabər olmalıdır. Dairə çıxılsın 9. Yəni sual çıxılsın 9. Bu 1 eləyir. Nədən 9 çıxsaq 1 eləyər? 10-dan. Ona görə cavab 10 olacaq. Fiqurədə də əlaqələri bu qədər. 151-ə qədər testlərin izahını sizlərlə paylaşdım.
Kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi yorumlarda yazmağı unutmayın. Digər mövzuları da hissə-hissə çəkib paylaşacağam. İzlədiyiniz üçün çox sağ olun.